Əgər biz bir etiketə hərəkət vermə özəlliyini və ya fırlatmanı, böyüdüb kiçiltməni, əyilməni tətbiq etmək istəyiriksə, transform xüsusiyyətindən istifadə olunur. Gəlin indi bunu necə tətbiq edirik, bunu öyrənək. Index.html-də bu şəkildə box divim var və style.css-ə gəlirəm. Gəlirəm burada box divimə width olaraq 100 piksel, hündürlük olaraq 100 piksel, background olaraq red olsun. Baxın, bu şəkildə görünsün. İlk olaraq translate açar kəlməsindən istifadə edirəm. Translate yazıram. Daha doğrusu transform, translate. X oxu və Y oxu ətrafında hərəkət etməyini burada tənzimləyirik. Bildiyimiz kimi Y oxunda, yəni şaquli istiqamətdə dəyərlərin mənfidən müsbətə doğru artmağını bilirik. Yəni bu riyaziyyatda bizim bildiyimiz koordinat oxuna bənzəmir. Ancaq burada üfüqi istiqamətdə, yəni X oxu istiqamətində bildiyimiz koordinat oxu üzrə hərəkət edir. Yəni mənfidən müsbətə doğru artmış olur. Ancaq Y oxunda mənfi yuxarıdan başlayır və aşağıya doğru müsbət dəyərlər almış olur. Gəlib burada mən 20 piksel yazıram və 60 piksel də Y oxuna yazıram. Baxın, bu şəkildə 20 piksel deməli üfüqi istiqamətdə, 60 piksel də şaquli istiqamətdə hərəkət etmiş olacaqdır. İndi isə biz bura transition əlavə edək və transition mövzusunda unutduğum bir şey var. Burada mən all yazdığım zaman bütün CSS propertiləri tətbiq olunur bura. Transition all yazıram, vaxtını 3 saniyə verirəm. Bu şəkildə olsun. Səhifəni Ctrl S düyməsinə basıram. Baxın, belə bir hərəkət etmiş olacaqdır. İndi rotate burada səhv yazmışam. Rotate tətbiq eləyək. Transform rotate yazdığım zaman bunlar artıq degree ilə gələcəkdir. 90 degree yazdığım zaman baxın, bu şəkildə fırlatmış oluruq. 45 dərəcə verirəm. 45 dərəcə ətrafında dönmüş olacaqdır. Yəni rotate ilə elementi bu şəkildə fırladırıq. Ölçüsünü böyüdüb kiçiltmək istədiyimiz zaman isə scale-dən istifadə olunur. Burada gəlib dəyəri 2 və virgül qoyub 3 yazıram. Baxın, bu şəkildə nisbi dəyərlər vermək lazımdır. Yəni piksel ilə yazılmır bunlar. Nisbi dəyərlər verdiyim zaman bu şəkildə görünəcəkdir. Yəni n olaraq 2 dəfə böyüdü, uzunluq olaraq isə 3 dəfə böyümüş olacaqdır. Mən gəlib burada box-a hover olduğum zaman transform scale hər ikisinə 0 və 0 yazıram və hover olduğum zaman bu şəkildə kiçilmiş olacaqdır. Bura mən gəlib 1 və 1 yazdığım zaman əvvəlki görünüşünü almış olacaqdır. İndi son olaraq skew vardır. Bunda etiketi əymək üçün istifadə olunur. Gəlib burada skew yazdığım zaman burada degreelərlə çalışacaqdır. Misal 20 degree yazıram və 60 degreedə bu şəkildə yazmış oluram. Gəlib buna 180 degree verirəm. Baxın, belə bir formatda, animasiya formatında gəlmiş olacaqdır. Bunu mən 10 degree yazıram. Bu şəkildə mənfi dəyərlər də yaza bilərik. Yəni sağa əyilməyini istəyiriksə, mənfi 20 degreedən istifadə edirik. Sola əyilməyini istəyiriksə, müsbət 20 degreedən istifadə edəcəyik. İndi bir şey də göstərim sizə. Translate yazıram bura və 20 piksel 30 piksel şəklində yazıram. Üzr istəyirəm, translate yox, rotate yazmaq istəyirəm. Və burada 45 degree yazıram. Və gəlib burada
Transform Origin'dən istifadə etdiyim zaman bu etiketin başlanğıc nöqtəsini qeyd edirəm. Misal, top left yazdığım zaman baxın bu şəkildə kənardan başlamış olacaqdır. Yəni mən gəlib buna 0 degree yazıram ilk öncə. Bu şəkildə görünəcəkdir. Ancaq bunu 45 dərəcə hərəkət etdirdiyim zaman bunun yarısı görünəcəkdir. Gəlib burada 45 dərəcə yazıram. Və bu şəkildə görünmüş oldu. Bunu ən çox biz ABB tətbiqində daha çox görürük. Misal, orada scrolldan aşağı düşdüyümüz zaman və yaxud da ki, yuxarı qalxdığımız zaman kartın bir hissəsi aşağı yuxarı hərəkətdir. Mən gəlib bunu hover ilə yazmaq istəyirəm. Burada transformu 0 degree yazıram. Və baxın, hover olduğum zaman bu yuxarı qalxmış olacaqdır. Belə deyim, etiketdən uzaqlaşdığım zaman isə aşağı, yəni 45 dərəcə olaraq gəlmiş olacaqdır. Və son olaraq bir xüsusiyyətimiz daha var. Onu da göstərim. Bunları silirəm və gəlirəm index.html-də box.div içərisinə bir front klassında olan divim olsun. Buna front yazıram. Və bir də back, yəni arxa üz olan bir divim olsun. Onu da içərisində back yazıram. İndi gəlirəm style nöqtəsi isə bunu da silirəm və box divimə video olaraq 200 piksel ya da 300 piksel yazaq. Hündürlük olaraq 300 piksel verək və position relative yazaq. Daha sonra gəlirəm box divi içərisindəki front divimə və box divi içərisindəki back divimə position absolute yazıram. Width olaraq 100 piksel, hündürlük olaraq 100 piksel yazaq və burada fronta background olaraq red, back'e isə background olaraq yaşıl rəngi verək. Aha, bu şəkildə gəldi. Daha sonra mən gəlib arxa üzdə görünən divimə gəlirəm burada transform rotate Y oxu ətrafında, yəni Y yazdığım zaman misal buna 180 dərəcə verirəm. Y oxun ətrafında yazdığım zaman yazım sağ tərəfdə, yəni yuxarı sağ tərəfdə görünmüş olacaqdır. Ancaq X yazdığım zaman isə X oxu ətrafında bu şəkildə yazım gəlmiş olacaqdır. İndi buna Y verirəm. Bu şəkildə gəldi və box'a hover olduğum zaman burada transform kopyalayıram və buraya yapışdırıram. Buna 0 degree verirəm. Və box'a hover olduğum zaman, üzr istəyirəm, burada gəlib transition ilə all yazıram. Yəni bütün xüsusiyyətlərim burada keçərli olsun və 3 saniyə deyirəm. Baxın, Ctrl+S düyməsinə bastığım zaman bu şəkildə fırlanmış olacaqdır. Ancaq box'a hover olduğum zaman back divim bu şəkildə gəlsin. Və hover olduğum zaman belə bir görünüşü almış olacaq. Hal-hazırda arxa üzdə olan divimi mən gizlətmək istəyirəm. Gəlirəm burada elə həm fronta, həm back-ində yazmaq istəyirəm bunu. Backface visibility hidden verirəm, yəni gizlədirəm. Hal-hazırda back divim gizləndi və hover olduğum zaman baxın, back divim görünmüş olacaqdır və buradan uzaqlaşdığım zaman bu şəkildə gəlmiş olacaqdır. Burada da gəlib deməli front divimə
mənfi 180 dərəcə deyirəm. Yəni hover olduğum zaman bu şəkildə görünmüş olacaqdır və uzaqlaşdığım zaman yenə eyni formatda görünmüş olacaq. Bura mən gəlib perspektiv yazsam, 1000 piksel versəm, baxın 3D formatında bu şəkildə görünmüş olacaqdır. Baxın, fikir versiniz necə hərəkət edir. Yəni bu şəkildə perspektiv verərək 3D formatında yazmış oluruq. Nəyə görə perspektiv piksellərlə verilir? Çünki bunun 3D formatında gəlməsini istəyiriksə piksellərlə verilir. Yəni mən bura gəlib 200 piksel yazdığım zaman baxın bu şəkildə əyri formada gəlmiş olacaqdır. Bu bizə ən çox skew açar kəlməsini xatırladır. Yəni skew-da yazdığımız zaman bu şəkildə əyilmə gələcəkdir. Hover olduğum zaman bura mən transform deməli scale 2 yazdığım zaman bu şəkildə belə bir görünüşü alacaq. Və gəlib burada transform translate 20 piksel və 30 piksel yazırıq. Və hover olam. Baxın bu şəkildə görünmüş olacaqdır və kənarlaşdığım zaman da belə bir formatda gəlmiş olacaq. Rotate X yazsam necə olacaq? Baxırıq. Buna mən deməli bu dəyərləri vermirəm. Baxın, belə bir formatda gəlmiş olacaq. Ancaq burada buna da X yazıram və baxırıq. Yenə burada da buna da X yazıram və baxın bu şəkildə gəlmiş olacaq. Hətta perspektivi burada yoruma alıram və hover olduğum zaman baxın, görürsünüzmü? Belə bir gözəl bir görünüşü almış olacaq. Və sonda dediyim kimi transition all yazdığım zaman burada bütün CSS belə deyək propertiləri işə salınır. Misal mən gəlib hover olduğum zaman backgroundunu ağ rəngdə göstərmək istəyirəm. Və hover oldum. Baxın, görürsünüzmü? Ağ rəngə gəlmiş oldu. Yəni all yazdığım zaman bütün CSS propertiləri burada işə salınmış olur. Bu dərsimizdən də bu qədər. Gələn növbəti dərslərimizdə görüşənə qədər hələlik. Videonu bitirdiyim zaman bir örnək də yadıma düşdü. Onu da izah edeyim. Bu real layihələrdən çox istifadə olunur. Gəldim burada image yazıram. Search olaraq image verirəm. Daha doğrusu // style altında image 1 və bura mən şəkil yazıram. Gəlirəm burada box divimə ilk öncə video olaraq 200 piksel, hündürlük olaraq 200 piksel yazaq buna da və border radius olaraq 5 piksel verək. Daha sonra gəlirəm burada image video olaraq inherit, hündürlük olaraq inherit, bunu sildirik. Burada gəlib padding yazıram, 10 piksel verək bu şəkildə və margin olaraq 10 piksel yazaq. Bu şəkildə gəlsin. Və gəlib burada box divimə hover olduğum zaman gəlirəm bir də border yazaq bura. Border 1 piksel solid black yazıram. Hətta buna 2 piksel verirəm. 2 piksel yazdıq. Burada problem nədir? Bunu silirəm və paddingi gəlib
burada əlavə edirəm. Bu şəkildə. Daha sonra hover olduğum zaman image transform scale deməli 2 olsun, genişlik olaraq bir də 2 olsun. Baxın, bu şəkildə gəlir. Ancaq 2 biraz çox oldu. 1.5 yazaq. Buna da gəlib 1.5 verək. Aha, bu şəkildə gəldi. Transition verək. Transition all 2 saniyə yazaq. Deməli, hətta transition all yazdığım zaman nə olmuş olur? Baxın, all yazdığım zaman istəmədiyim bir halla qarşılaşırıq. Ona görə də mən gəlib burada bunu silirəm və image əlavə edirəm. Transform ilk öncə scale 1 olsun və transition olaraq da transition transform 3 saniyə deyirəm və hover olduğum zaman baxın bu şəkildə gəlir. Image-dən uzaqlaşdığım zaman da belə bir görünüş alırıq. Ancaq bu böyüdüyü zaman baxın borderları aşmış oldu. Ona görə də gəlib burada biz overflow hidden yazdığımız zaman baxın hover olduğum zaman da border içərisində şəklim daşmamış olacaqdır. Və uzaqlaşdığım zaman da yenə eyni görünüşü almış olacaq.